Hamıya salam. Biz Adillə uçuruq Özbəkistana. Orada konferensiya olacaq. İFİT-in keçirdiyi, Smart Fitness Akademiyanın keçirdiyi. Gedəcəyik orada iştirak eləməyə. İndi mən də bilmirdim. Adil mənə dedi 28 tərəfdən avtobuslar gedir düz hava limanına. İndi birinə oturduq. Mən birinci dəfə oturmuşam bunlara. Gedirik hava limanına və 16:35-də uçuşumuz var Bakıdan Taşkentə. Adil, хотите что-то сказать? Хорошей дороги нам. Хорошей дороги нам. Gəldik, çatdıq hava limanına. Adil də buradadır. İndi bir dənə tez bazar perikur eləyib artıq keçəcəyik içəriyə. Çekinləri falan eləyəcəyik. Sonra da yəqin oturub gözləyəcəyik ki samolyota keçmək üçün oturub artıq gözləyəcəyik. 16:35-də də uçuşumuz. Hələ bir xeyli vaxt var. İndi saat 2-də. 2 saat 35 dəqiqə vaxtımız var uçuş üçün. Belə. Biletlərimizi aldıq. Geriyə qalır uçuş saatını gözləmək və samolyota minmək. Ən zəhləm gedən vaxtdır da, o pasport kontrolündən ki keçirsən, oturursan da gözləyirsən ki nə zaman təyyarəyə buraxacaqlar. Özüm biraz narahat adamam deyə həmişə bir vaxt əvvəl gəlirəm. Ondan sonra 2 saat falan oturub gözləmək məcburiyyətində qalıram. Gözləyək. Şimdi oturmuşuq. Gözləyirik ki qeydləri açsınlar. Amma hələ ki təyyarə yoxdur ortalıqda. Yəqin ki, ola bilər avtobusla falan gedəcək təyyarənin yanına. İndi saat 4-də qalıb 5 dəqiqə. Saatın səhvdir. Yox, 4-də qalıb 5 dəqiqə. Gözləyək. Allah axıran xeyir eləsin. Təyyarəmiz də gəldi. Deməli avtobusla getməyəcəyik. Özbəkistan hava yollarının təyyarəsidir. Məncə yaxşı olar. Görək. İndi o 2 saat yarımı hava yolunda verəmi uçaqda xərcləmək lazımdır da. Harry Potter'ın 2-ci kitabını tam yükləmişəm. Yəqin bir qism ona qulaq asaram, alınsa biraz yataram. Amma praktika göstərir ki, çox eyni yerdə otura bilmirəm. Böyük ehtimal kitaba qulaq asacağım. Комнаты будут закрыты с начала руления самолета до выключения табло «Пристегнуть ремни». Благодарю вас за внимание. Deməli, hiking vlogundakı olduğu üçün bu vlogumda deyəsən bir qism itkilərlə başa gəlib çıxacaq. Çünki indi 11% zərərətqan var və inanmıram ki, o 2 saat yarım dayansın. Nəzərə alsaq ki, hələ uçuş zamanı kitaba qulaq asmaq istəyirəm. Özbəkistan aeroportunu görməyəcəksiniz. Ev yox. Artıq getdiyim yerə çatanda bir yerdə, evdə və yaxud hara gedəcəksə artıq orada telefonumu şarja qoyaram. Dolduqdan sonra artıq geri dönüş eləyəcəm. Ümid edirəm ki, bu son videom deyil. Deməli, artıq Özbəkistandayıq. Həmişəki kimi mənim vlogum yarımçıq qalır, çünki artısa zərərətqam sönür, yadımdan çıxır şarja qoymaq. İndi gəlmişik Taşkent City Parka Adillə.
Adil, как вам поездка? Супер, супер. Посмотрим, что будет ждать нас дальше. İndi какое время по Узбекскому? Начало 12-го. Hə, 12-yə 5 dəqiqə işləyir. Mən belə başa düşürəm ki, Bakıdakı kimi burada da hardasa saat 10-11 şəhər biraz artıq passivləşir. Həm də bu gün onsuz da 4-cü gündür, onsuz da yəni ki, belə əylənmə günü deyil. Mən belə başa düşürəm ki, bu Tashkent City Park Bakının Port Bakusudur. Yəni vibe olaraq onu hiss edirəm. İndi yəqin hansısa bir açıq restoran falan tapsaq, yəqin ki oturarıq, bir şeylər yeyib içərik, yüngülvari. Hə, bu arada Özbəkistanda əsasən bu sürülən maşınlara diqqət edirəm gələndən. Bir maşın həvəskarı olaraq da əsasən Cobalt'lardır, Chevrolet'lər falan. Çünki onlar onsuz da burada istehsal olunurlar və Çin maşınlarıdır. Yəni mən səhərdən gələndən bir dənə Innomarka Galinwagen görmüşəm. Bir də Chevrolet Tahoe. Qalan hamısı əsasən BYD-lərdir. Mən belə başa düşürəm ki, BYD burada bir üstünlüyü var digər brendlərin qarşısında. Bir də Exit falan. Belə hələ ki tuta bilmirik. Ümumiyyətlə bu restoranlara falan hardan girmək lazımdır. Gəzirik. Adil də telefondadır. Yəni belə üzü qibləyə geyirik də, hara çıxdıq. Amma yəni şəhərin bu qismi xoşdur. Yetəri qədər işıqlıdır, insanlar var, gəzirlər. Bir də restoranlara başa düşsək hardan getmək lazımdır, əla olar. Deməli, bu hələ aeroportdan təzə gələndə fikir verdim binalara falan. Daha çox belə Sovet estetikasına uyğun köhnə binalar falan var. Təzə binalar isə bu Sokar Tower falan, o Şəfa stadionu falan ətrafında olan binalar kimi yetərə qədər hündür binalardır və çoxsu da mən belə başa düşdüm ki, biznes centerlərdir. Nəysə, çox boş-boş danışmayım. Bir yerə çataq, bir yerdə oturaq yəqin ki, təkrar bir şeylər çəkib göstərəcəm. Üzü qibləyə gedə-gedə belə bir küçəyə çıxdıq. Bura mənə niyəsə dəhşət bizim Ağşəhəri xatırladır. Xoş görünüşü var. Bura o City Mall'dan, City Mall idi, nə? Tashkent City Parkı idi. Oradan daha canlıdır. İnsanlar da var, nəm hərəkət də var, maşınlar gedir, gəlir falan. Görək burada bir şeylər tapa biləcəyik. Ehtimal var ki, Adillə gedək bilyard oynayaq. ChatGPT-dən bir dənə yer tapıb Allah axırını xeyir eləsin. Deyilən ChatGPT-nin dediyinə görə gecə saat 2-yə qədər ora açıq olmalıdır. Artıq baxacağıq. Görək. Qərar verəcəyik yəqin. Hə, bu arada bir dənə məsələ. Deməli, biz aeroportda Adil nömrə almaq qərarına gəldi. Bir dənə nömrə, içində 50 GB gecə, 50 GB səhər falan. Belə yaxşı bir paketə oxşuyurdu. 6 dollar idi. Mən də istədim alım ondan bir dənə ki, ən azından internetim olsun, kimlənsə əlaqəyə keçmək istəsəm, işlə bağlı əlaqədə olmaq lazım olsa və s. Adil aldığı 6 dollarlıq nömrənin üstündə bir dənə də eyni nömrədən, yəni ki, yəni nömrə olaraq eyni deyil, amma yəni eyni paketlə olan bir dənə də nömrə hədiyyə verdilər. Belə çıxır ki, nömrənin biri 3 dollara başa gəldi. Əladır. Artıq gedəndə sadəcə çıxardacağıq. Vəsə. Yəni məncə zordur. Belə görək, Adil telefonda araşdırmasını bitirsin, görək hara gedirik. Dostlar, sabahınız xeyir. Mənim vloglarım həmişəki kimi yarım çıxdı. Mən harası gedəcəkdim, çəkib falan eləyəcəkdim. Amma çəkə bilmədim. Nəyə görə çəkə bilmədim? Çünki taksiyə oturduq, getdik hansısa bir dənə papa. Bizim bayraq falan var idi özdə orada. Sonra
Buradakı Bifit'in əməkdaşları gəldi. Bizi götürdülər, apardılar başqa bir yerə. Orada burger falan yedik. Başımız söhbətə falan qarışdı. Sonra artıq saat yetəri qədər gec idi. Gəldi evə və yatdıq. İndi gedirik Bifitskaya. Bifitskay molun içindədir. Gedəcək, orada səhər yeməyi var. Onun səhər yeməyi var deyirəm. Səhər yeməyi yeyəcəyik. Oradan da artıq yəqin Smart Fitness Akademiyanın keçirdiyi konferansiyaya yola düşəcəyik. Orada hardasa yəni taksi ilə gedəcəyik orada. Amma uzun bir yol olmamalıdır. Çünki mən belə başa düşdüm ki, şəhər onsuz da balaca bir şəhərdir. Biz getdik Bifitskaya. Deməli gəldik Bifitskaya. Burada onların bifit salateriyaları var. Bizə demişdilər ki, gələrsiniz burada səhər yeməyi falan eləyərsiniz. Bifitskayın bu arada interneti qəşəngdir. İnteryeri superdir. Çox belə maraqlı interyeri var. Bir dənə belə inter var, kənardan çəkim göstərim. Burada da mənzərə superdir bu bir tərəfə. O mol var orada nəysə, bəlkə imkan olsa orada gedərik gün ərzində. İndi burada yemək yeyəcəyik və sonra gedəcəyik nədir onun adı? Konferansiyaya. Adil indi mənə oradan elədi. Dedi, gəl başları gedək içəriyə baxaq. Gedək baxaq, görək Bifitskay necədir. Görəm, əgər adam çox olmasa bəlkə bir anda çəkərəm. Bifitskayda bizə təqdimat keçirdilər. Baxdıq zalın özünə. Ümumiyyətlə çox gözəl zaldır. Burada hovuzlar da var bu arada. Hovuzu çəkmədim, digər amma yerlərin görüntüləri var. İndi səhər yeməyimizi tez bazar yeyib çıxmalıyıq yola. Çünki saat 9-da konferensiya başlayır. İndi artıq 9-a işləyib 20 dəqiqə biz hələ indi yeyəcəyik. Amma məncə çatarıq, çünki mən belə başa düşürəm ki, Taşkent balaca şəhərdə o qədər də böyük şəhər deyil. Belə. Bizə nuş olsun, sizinlə də birazdan görüşəcəyik. Adil, есть что сказать? Приятного аппетита. Мой Bifitskay очень красиво, очень здорово. Приезжайте сюда, тренируйтесь, занимайтесь своим телом. Yemək yedik. Çox dadlıydı bu arada. İndi gedirik konferansiyaya tərəf. Artıq vaxtımız az qalıb. Ümid edirəm ki, gecikmərik. Sonra deyəcəklər Bifit Bakunun işçiləri məsuliyyətsizdir. Belə. Bu mol, qıstəçi nə moldusa, adı yadımda deyil. Harasa bura yenə yazaram onu. Çox qəşəng moldu. Orada birinci mərtəbədə maşınlar falan var. Belə başa düşdüm. Mən belə başa düşdüm ki, showroom kimi qoyublar onu ki, insanlar sadəcə baxsınlar.
Yəni satış falan deyil də o mənada. Belə. Burada bayırda Buffet Sky'ın paddle yeri də var. Kstati, göstərim onu. Belə, indi dünən Adil taksi sifariş vermək üçün proqram yükləyib. İndi taksi sifariş verəcəyik və gedəcəyik ora. 3 kilometrlik bir məsafədə, o qədər də uzaq deyil. Görək indi Adil müəllim taksi çağırsın, gedək. Получается что-то? Deməli, konferensiya, bir dənə burada xarici universitet var. Onun da haqqında məlumatım yoxdur. Bura arası yazacağım. Konferensiya orada keçir. Binanın arxitekturası çox qəşəngdir. İndi oranı çəkəcəm, baxın. Yəni digər binaların, ətrafda olan binaların arxitekturasına baxanda yetəri qədər fərqlənir. Adil mənə atdı, getdi, gedir qabaqda. Ümid edirəm düz gəlmişəm. Həmən universitet bura. Hətta indi burada adı yazılıb. Oranı Westminster Universitet Westminster. Вот. İndi içəri girəcəyik. Pasportlar hər ikisi Adildədir. Onun çantası var, ora qoyur. İçəri girək, keçək. Görək nədir, nə deyil. Təkrar video çəkəcəm yəqin ki. Deməli, bu eciklərin əla göstərdim. Bu eciklərimizi götürdük. İndi gedirik, görək hara keçməliyik. Universitetin daxili tərəfinə keçdik. Buradan yəqin ki Adilə dedilər əslində hara getmək lazımdır. Mənim yadımda qaldı, indi yox. Avtomatik olaraq onun arxasıca gedirəm. Yəni ümid edirəm ki, itmərik. Universitetin bu arada həyəti çox səliqəlidir. Göstərim. Burada basketbol meydançaları falan var. Onun arxasında orada mən belə başa düşürəm ki, futbol meydançasıdır və bu qism böyük ehtimal bizim gedəcəyimiz qismdir. Hardakı konferensiya özü artıq keçəcək. Konferensiya ümumiyyətlə nə haqqdadır? Qısa belə deyim sizə. Fitness dünyasında olan innovasiyalar falan haqqında spikerlər falan olacaq. Cahangir Əkə də yəqin çıxış eləyəcək. İndi baxaq görək necədir. Как все красиво мы строили. Я вам расскажу правду. Наконец-таки. Многие вещи — это базовые вещи, но я надеюсь, что после моего выступления я сэкономлю вам пару миллионов и несколько седых волос. Значит, успешно получилось у меня. Saat уже 5'dir. Zərrə energiyam qalmayıb. Dəhşət çox informasiya qəbul eləmişik. Çünki yəni rəsmən 2 dənə coffee break olub cəmi və səhər saat 9-dan buradayıq. Yəni bir iş günü oturursan ancaq informasiya qəbul edirsən. Beyin uzaq qaz gedir. Gözüm çıxdı. Güya 6-da qurtarmalıdırlar, amma inanmıram ki qutarsınlar. Çünki proqram biraz sürüşüb. O qədər yorğunam ki, axşam inanmıram ki, harcısı gəzməyə qüvvətim qalsın. Konferensiyadan heç nə çəkmirəm, çünki monoton ancaq danışıqlarda otururlar, spikerlər falan da çıxırlar, bir şeylər danışırlar falan. Yəni o qism onsuz da maraqsızdır deyə bir şey eləmirəm. Çəkmirəm orada. Bu daxilində olduğumuz universitetin qəşəng həyəti var. Tələbələr nəsə oynayıb falan eləyirlər özləri üçün. Basketbol meydançası var, futbol meydançası var. Belə bir yerdir. İndi finishni prəmoy olmalıdır.
indi Coffee Break'ə çıxmışdıq hələ. Və indi danışacaqlar nəysə 6-ya qədər və bitəcək. Çox ümid edirəm ki 6-da bitsin, çünki yorulmuşam. Sonra artıq bilməmişsiniz açıqarı gedəcəyik. Adilər istəyir getsin. Hansısa mağazin var orada nəysə alsın. 1 kilometr ayaqla gedəcəyik yəqin ki. Görək. Вот прям подумайте, зафиксируйте, примите какое-то решение. Потому что я знаю, что сейчас будет происходить. Да. Все, вы забыли. Deməli, konferensiya bitdi. İndi moldayıq. Bifitskaya olan molda. Taşkent City moldu deyəsən adı. Cahangir Akagil bizi yeməyə dəvət ediblər və konferansiyada olan spikerləri, onlar da olacaq axşam yeməyində. 9% zərətkam qalıb həmişəki kimi. Ona görə çox bir şey çəkə bilmirəm. Telefonumu zərətkaya qoyun yemək əsnasında və ondan sonra günün sonu necə gedəcək onu yəqin artıq çəkərəm. Belə, Adil yenə girib mağazinlərə çıxmaq bilmir. Bizim də 10 dəqiqəmiz qalıb, 10 dəqiqədən sonra restoranda olmalıyıq. Sabah konferensiyanın ikinci günüdür və sonuncu günüdür. Sabah gecə, yəni ki bazar günü səhər tezdən artıq biz uçuruq Azərbaycana. Sabah da səhər yemək üçün Bifitskaya gedəcəyik yəqin ki. Amma sabah səhər saat 8-dən klub işləyir. Belə, bir dənə telefonumu şarja qoyum. Heç olmasa günün sonunu sizə çəkə biləm bugün, çünki qətiyyən heç bir şey çəkə bilməmişəm. Belə. Deməli, biraz telefonunuz zərətkaya qoydum. 49% olub indi. Yaşayırıq, hər şey qaydasındadır. Yemək yedik Adillə. Gözümüzə işıq gəldi. Yorğunluğumuz biraz canımızdan çıxdı. Belə bir dənə çox dadlı sok veriblər bizə. Marakuya. Günün geri qalan qismində istəyirik Adillə gedək. İmkanımız, vaxtımız olsa içək. Heç olmasa pivə. Heç olmasa pivə deyəndə ki, mən bədvaxt onsuz ancaq pivə ilə şərab içirəm. Dünən getmişdik, mənim xoşuma gəldi. Bir dənə pubda oturmuşduq, amma həmkarlar gəldi, bizi götürdülər, apardılar başqa yerə, qonaq elədilər, sağ olsunlar. Daha belə sakit bir yerdə oturduq. Burger yedik, çox dadlıydı. Hansısa biznes centrin ən üst qismi idi. İndi də yüngülvarı atışdırdıq. Cahangir Aka orada neysə deyir. Sağlıq deyir deyəsən. Belə. Biz gec gəlmişdik, ona görə geri çatmadı bizə, ayrı oturduq. Belə. İndi yəqin ki biraz oturarıq. Cahangir Aka bizə müsaade eləsə gedərik artıq başqa yerə. Yəni daha doğrusu bilmirəm, bəlkə Adilə evə falan girmək lazımdırsa evə girərik, oradan bəlkə arası gedərik. Prinsipə mənim də əlimdə onsuz da pilot var. Onu da harası qoyaram. Elə. Maraqlı heç nə, sözün açığı belə bütün günü bu konferensiyada olmuşuq deyə maraqlı belə bayırda, çöldə falan bir şey görməmişik deyə heç nə də çəkə bilməmişəm. Ancaq Bifitskaya gedəndə biraz bəzi şeylər çəkdim. Onu da böyük ehtimal videoya qoyacağam. Belə update'ləri gözləyin. Birazdan vəziyyətə görə video çəkəcəm. Vəziyyət Ləbləquzi! Gecə gətirib bizi çox qəribə bir yerə çıxardıb. Bura Zabroşunda bir dənə zavoddur. Klub eləyiblər. İndi ətrafı çox çəkməyəcəm. Ola bilər kimsə kameraya düşmək istəmir də. İndi cəmaat deyəcək ki, bu necə vlogdur, çəkirsən, heç aranı göstərmirsən. Əvvəl bir dənə başqa yerdəydik. Orada biraz pivə içdik. Kemalettin Akka gəldi dalımızca bizə, dedi ki, bir dənə qəşəng yer var, sizi aparacam ora. İndi gəlmişik bura. Burada mənim
Sevdiyim Guinness pivəsi var, amma təəssüf ki, Razlivnoy deyil, banka pivədir. Yenə də yəni Guinness yenə həmişəki kimi Guinness'dir. Spasibo, brat. Guinness həmişəki kimi Guinness'dir. 7 ildən sonra nəhayət Guinness içirəm. Bir də Güngülvarı göstərəcəm ətrafı. Belə təxminən bir dənə yerdir. Bu Özbəkistan səfərində ümumiyyətlə vlog çox tez-tez qırıldı. Amma təəssüf ki, ya zaratkam yox idi, ya konferensiyadaydım və s. O qədər də çox alınmadı. Ümid edirəm ki, sabaha daha çox səhnələr çəkə bilərəm. Daha çox maraqlı bir şeylər göstərə bilərəm. İndi isə hələlik mən sizlə sağollaşıram, çünki Guinness içirəm. Deməli, gəlmişik, Evos deyilən bir dənə yer var burada. Bunların yerli McDonald's-dır. McDonald's burada yoxdur. Bunlar Özbəkistan bazarında bir dənə KFC var, fast foodlardan. Qalanları yoxdur. McDonald's-ın yerinə eyni kopyası Evos adında bir dənə yerdir. İndi saat 3:38-dir. Neyse, oturduk taksiye, geldik buradaki McDonald's'a ki Özbekistan'da. Burada bağlıdır. İndi hamımız içkili diye ayaq yoluna girəcəyik, sonra da gedəcəyik evə yatmağa, çünki hardasa bizim yatmaq üçün 4 saatimiz qaldı təxminən. Millət, sabahınız xeyir. Belə danışdığıma baxmayın, heç enerjim yoxdur. Dünən rəsmən çox dəhşətli bir gün idi. Apardılar kimi apardılar, heç özümün xəbəri yoxdur. Getdik, video çəkmişdim, bilməm o qismi qoyacağım yoxsa yox, indi materiala baxmalıyam. Getdik, bir dənə zavod kimi yer var, orada belə kiçik klub tərzində bir şey eləmişdilər. Sonra oradan saat hardasa 4 falan idi belki çıxdıq. 4'e işləmiş, 4'ün yarısı falan. Getdi bir dənə neysə burada. Dobra otur. Bir dənə neysə bazar tərzində bir şey var burada. Dobra otur. Orada kebab verirdilər. Getdik, səhərin saat 5'ində orada kebab yedik. Bilmirəm mədəmiz bunu necə qaldırdı, amma yəni faktiki olaraq elədik. Gəldik evə, 2 saat yatdıq. İndi də gəlmişik konferensiyaya. Bugün bizə klubların turunu eləməlidirlər. Əgər vaxt tapsalar, imkan tapsalar, gedəcəyik baxmağa digər bifitlərə. Proya 100% girməliyik. İndi əgər imkanları olsa, yəqin ki, başqa bifitlərə də girəcəyik. Artıq yəqin o bir gəlişmə olduğu təqdirdə, maraqlı bir şey olduğu təqdirdə yenə çəkəcəm. Burada deməli Westman Universitetində bir dənə də event var. Smart Fitness Convention 2.0. Yəni bir dəfə bundan əvvəl olub. Çox adam var, hamısı iştirak edirlər. Özbəkistanda ümumiyyətlə insanlar sanki fitnesslə yaşayırlar. Yəni həqiqətən çox sevirlər. Mən təəccübləndim. Eventi göstərirəm, baxın, maraqlıdır. Burada bizə baxanda dəhşət çox inkişaf edir fitness. Bizim hələ hardasa Özbəkistanın səviyyəsinə çatmağımız üçün bir xeyli vaxt keçməlidir.
Deməli dostlar, günorta yeməyi yedik. Günün ilk hissəsi bitdi. Amma indi bilmirəm, ola bilər bizi aparsınlar digər bifitlərə baxmağa. Ola bilər biz hələ qalaq burada dinləyək. Yəqin ki, daha çox Cahangirəkədən cavab gözləyəcəyik. Ya cavab, ya Adilə Kəmalikə bir söz deyər. Adiləkə deməli HR-dır bifitdə. Cahangir Novruzov isə baş direktordur. Belə çox yedim biraz, lazımından daha çox yedim. Partlayıram. Biraz sözün açığı yorur 2 gün dalbadal bu tərz belə deyim də bir eventdə iştirak eləmək. Event deyəndə ki konferensiyada da ancaq spikerlər çıxır, danışır dayanmadan. Məcbur olursan, oturursan, hamısına qulaq asırsan və qulaq asdıqca da təbii ki adamın beyni informasiya qəbul eləyir və yorulursan. İndi keçəcəm geri universitetə. Bu arada universitet barəsində qısa məlumat verim. Bu bina universitetin binası. 100 yaşı var imiş. Sadəcə yəqin restavrasiya ediblər və universitet kimi fəaliyyət göstərir. Bura İngiltərənin universitetidir, səhv eləmirəmsə. Sadəcə kollaborasiya olaraq açıblar burada və çox prestij bir universitet sayılır. Westman University deyəsən adı. Elə onun kimi bir şeydir. İndi keçim içəriyə, vəziyyətə baxım. Maraqlı bir event də olmur ki, çəkim, yəni izləyənlər baxsın. Ancaq elə şeydə də, hikingdə də eyni şeydir. Ancaq mən öz sifətimi çəkirəm. Və salam. İndi içəri keçəcəm. Maraqlı bir şey olsa çəkəcəm. Heç sözün açıq əmin də deyiləm ki, bu vlog çıxacaq. Çünki rəsmən hələ ki maraqlı heç bir şey yoxdur. Görək, yaxşı olar. Və deyirdim maraqlı heç nə baş vermir, maraqlı heç nə baş vermir. Konferensiya qutardı. İndi Kəmaləddin Əkkə gəldi, bizi götürdü. Gedəcəyik digər bifitlərə baxmağa. İndi gəlmişik Bifit Eko'ya. Bifit Eko niyə Eko'dur? Çünki Ekoparkın içindədir. Yəni ekoloji parkın içindədir. Park da bu arada dəhşət gözəldir. Göstərim sizə belə. Adil şəkil çəkdirir. Burada Bifit Eko'dur. Parkın içində olan ilk bifitdir. Bura baxacağıq. Buradan sonra gedəcəyik Bifit One-a, Pro-ya. İndi sıralamana ola bilər, səhv deyim. One, Pro, Eko'ya indi baxırıq. Bir də ola bilsin Box-a getdik, baxarıq. İçəridə görüm, yəqin interyerdən bəzi şeylər çəkərəm. Bu arada parkın özü dəhşət gözəldir, dəhşət gözəldir. Yəni quşlar zat da var burada, buna bax. Maraqlıdır, maraqlıdır. Görə Adil şəkil falan çəkdirsin. Girib içəriyə baxacağıq. Interyerin yəqin ki videosunu artıq çəkərəm. Bura paddle'dır. Mən birinci dəfədir ümumiyyətlə paddle'ı görürəm. Belə bir yerdir. Maraqlıdır. Paddle, düzdür, hələ mən tam başa düşmürəm. Tenisdən fərqi nədir paddle'ın? Amma maraqlıdır, yəni ki, gözəldir. Şey də, bu arada buranın ümumiyyətlə, yəni atmosferi. Buranı təzə tikiblər bu arada. Və bu körpünü falan mən səhv eləməmsə bir aydan az müddət olar ki qoyublar. Buranı da safşəm təzə tikiblər də. Belə, maraqlı yerdə amma, qəşəngdir. Yəni mən yoxlamaq istərdim paddle'ı. İndi artıq içəri keçəndə onu da çəkərəm.
Bifit Eko'dan çıxdıq. İnteryeri o qədər də çox çəkəmədim. Dərslər falan var idi. İndi gəlmişik Bifit One-a. Bifit Box-la Bifit One düz üzbəüzdülər. Mən elə bilirdim aralarında bir məsafə var. İndi gəlmişik bu hər ikisinə baxacağıq. Birinci yəqin ki Box-a girəcəyik. Bifit One ən birinci Bifitdir və ən belə hörmətli Bifitdir. Abunəliyi bahadır və bura çox belə deyə də tanınmış insanlar falan bura gəlirlər, burada məşq edirlər. Keçək içəriyə, hər ikisinin interyerini çəkəcəm, göstərəcəm. Baxın, bəyənin. İndi Bifit One-dan çıxmışıq. Biz bura girəndə Svetlobola bizə göstərdilər ekskursiya keçdilər Rutimno. Tam 4000 с чем-то, 4000-dən yarısından. 4000-ə qədərsə kvadrat metr ora. Gəzə-gəzə yəni yoruldum da. Həqiqətən yəni yoruldum. Yəni çox böyükdür də, çox böyükdür. Yəni hər yeri çəkmədim. Yəni bir 10%-ını falan çəkdim. Baseyn, nə bilim, reabilitasiya, yəni hər şey var da. Yəni spa, nail studio. Yəni bir adam burada məncə yəni yaşaya bilər. Salateriyası öz yemək falan yemək üçün. İndi gedirik və bizdə qaldı deməli Bifit. Какой у нас Bifit остался? Pro. Bifit Pro qaldı. Ora gedək. Yəni buranı çəkə-çəkə zərətqam qutardı. Orada zərətqam qalsa yenə çəkəcəm nəysə. Hələlik görüşənə qədər.
Deməli millət, gəldik. Taşkent seçim olar. Digər bifitlərin hamısına baxdıq. Mən bilən hamısına baxdıq. Və indi gəlmişik Bifitskaya. Nəyə görə? Burada Salateriyada Bifitskayın özündə axşam yeməyi yeyəcəyik. Biraz əlimizdə paketlər var. Çünki Özbəkistanlı kollegalarımız xahiş ediblər ki, buradan onlar üçün bəzi şeylər gətirək. Ayağım qarışdır. Heç nə. Deməli, axşam yeməyini yeyəcəyik indi. Sonra gedəcəyik evə. Telefonları, aykısları, özümüzü zərətkaya qoyacağıq. Çinmək, zırt-pırt, ora-bura. Sonra gedəcəyik yəqin dünən getdiyimiz bir dənə pub'a. Burada bir dənə pub var. Adı necə idi? Steam Pub, nəyəsə belə bir şey kimidir. Yaxşı idi, xoş idi, yəni pis yer deyil. Yəqin ora gedərik, özümüzü yorarıq. Gecə də artıq 5:35-də biz olmalıyıq hava limanında. Gecə də saat 5-də olmalıyıq hava limanında, 7:35-də artıq uçuşumuzdur. Belə babat acam, babat yorulmuşam. Bugün səhər saat 9-dan oradayıq. Oradayıq deyəndə ki, yəni konferansiyadayıq və yəni rəsmən indi azad olmuşuq da. Sağ olsunlar, turlar da təşkil elədilər, bizi gəzdirdilər, bütün bifitləri prezentasiya elədilər, baxdıq, qəşəng fikirlər yarandı məndə, bəzi marketinqə aid, hansıları ki, bifit Bakuda eləyə bilərik. Heç nə, gedək yemək yeyək, artıq yeməyə də görüm, yadımdan çıxmasa, zərətkəm qutarmasa, ölməsəm, həyatda qalsam, çəkəcəm. Hamıya salam. Deməli, getdik Adillə karaokeyə. Biraz lülə qurutduq orada. İndi gecə saat 3-dür, gedirik evə. Evə girən kimi çantamı yerbəyer eləyirəm ki, sonradan onunla əlləşməyək. Və ondan sonra artıq 5-də yəqin evdən çıxaracağıq. 5:35-də olmalıyıq aeroportda. Qaqaş Laçetini elə sürür, elə bil, nə bilim, Formula 1 bolidi sürür, elə bil. Nəysə, sözüm onda deyil. 5:35-də olmalıyıq aeroportda, 7:35-də uçuşumuzdur. Və aeroport bu arada Taşkentdə şəhərin düz içindədir. Yəni bizdə Azərbaycanda gördüyüm, Türkiyədə gördüyüm, Moskvada gördüyüm biraz kənarda olur aeroport, amma burada şəhərin düz içindədir. Bizim ev tam mərkəzdədir və mərkəzdən maşından 15 dəqiqəlik falan yoldur. Heç nə, gedək evə çataq, onsuz da qaranlıqdır, heç bir şey görsənmir. Yəqin hava limanından bir-iki ürək sözlərimi deyərəm sizə. O qədər. Görüşənədək. Artıq hava limanındayıq. Biletlərimizi falan götürmüşük. Gözləyirik qeyd açılsın, gedək, oturaq. Burada bu vlog sona çatır. Bura qədər izləmişsinizsə çox sağ olun. Ola bilər hardasa çox belə maraqlı momentləri olmuyor. Amma yenə də yəni əgər bura qədər izləmişsinizsə var olun. Artıq editdə hamısını bir yerə yığandan sonra baxacağam nədir. Dəhşət yorulmuşam, yorğunum. İstəyirəm sadəcə təyyarəyə girim və yatım. Burada vlogu bitirdik. Hamı çox sağ olun və sağ olun.